Azərbaycan Respublikasının Prezidentinin, Başkanlığının, Dövlət Başçısının yubileyi ilə bağlı Azərbaycan xalqının adından cümlədən eynilə təsadüf edən İctimai Birliyimizin, Azərbaycan Respublikasının şəhid ailələri, əhli və müharibədə insanların müdafiəsi İctimai Birliyinin 30 il Azərbaycanın bütövlüyünə, suverenliyinə, müstəqilliyinə xidmət edən bir İctimai Birliyi olub və bu İctimai Birliyin daimi Azərbaycan Respublikasında dövlətimizə dəstək kimi əlillərə, veteranlara, şəhid ailələrine xidmət göstərib. Hesab edirəm ki, həmrəylik günümüzdə var. Azərbaycan xalqının həmrəylik günündə 31 dekabrda onlardan təbrik edirik. Azərbaycan xalqının, dünya Azərbaycanlarını təbrik edirik. Və bugün buradan, bu tədbirdən İctimai Birliyimizin adından və xalqımızın adından Cənab Prezidentə, Ali Başkanımıza ad gününüz mübarək olsun deyirik. Təbriklər. Azadlık ordumuzun için aramız sevdalı. Vatan için canım verir. Her gün biz bu misyanı gazilerle birleşip prezidentimizin doğumunu bahəm bir yerdə birgə keçirdik və prezidentimize uzun ömür arzulayıram ətrafında həmişə sağlam insanlar olsun. O en güzel lider, en güzel prezidentdir. Biz onu sevirik və istəyərdik ki, onun özü kimi yanında, ətrafında olan məmurlarında özü kimi saf, ürəyi böyük olsun. Bir daha kollektivimiz adına, şəhid anaları, qazilər adına təbrik edirik. Cənab Prezident İlham Əliyev. Salamlayıram. Bugün de orada möhtəşəm bir gündür. Hem bizim şəhid ailələri, əhliləri, müharibə veteranlarının hüququnun müdafiəsi İctimai Birliyinin 30 illiyidir. Biz onları almışdırıq, təbrik edirik. Tahir mənim başda olmaqla bütün heyətə biz sağ ol deyirik ki, varsınız. Bugün həm də Ceyran xanıma çox sağ ol deyirəm ki, o da məni bura dəvət edir və aparacağım bu gözəl məclisdə. Əsasən bizim Ali Başkomandan İlham Əliyevi təbrik edilir, ad günüdür. Təsadüfə baxın, iki gözəl gün bir günə düşür. Hər ikisini, hər ikisi uğurlar arzulayırım, hər ikisine can sağlığı verirəm. Yaşasın Azərbaycan deyirəm və həmişə bir yerdə olan bütün Azərbaycan xalqına eşit. Tahir müəllim, təşəkkür edirəm ki, məni belə gözəl gündə, əziz gündə, prezidentimizin doğum günündə, dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il öncəsi və birliyinizin 30 illik münasibəti ilə keçirdiyiniz bu möhtəşəm tədbirə dəvət edirəm. Dünyamızı yıkanlara göster bir de adalet var beşerdette, adaletle bu dünyanı berpa et de. Yaşadıkça yaşa, yaşa Azerbaycan. Tay kardeş, sizi de 30 yıl münasebetiyle takip edeceğiz. Allah sizleri korusun, Allah sizlere değmesin, suya düşmanlığından korusun. Halkımızın bildiği gibi bizim devletimizin prezidenti İlham Əliyev cənablarının ad günü, doğum günüdür. Dünyaya qədəmləri bir daha mübarək olsun. Ne yaxşı ki Allah Teala onu bizim
vətənimizə, bizim evimizə, obamıza bəxş edir. Mən ona can sağlığı necə deyim, bundan belə yaşanacaq ömrü, bundan belə yaşanacaq ömrü, bundan da gözəl mənamız. Azərbaycan Respublikası şəhid ailələri, müharibə veteranları adından İctimai Birliyin, Abşeron rayon üzrə İctimai Birliyin sədr müavini Hacıya Bağlayayı Kamal qızı və rəssam Aytan Fənəliyeva bu işi hazırlayıb. Mənafi uğrunda gördüğü bütün işlerde uğurlar Doğum gününü, doğum gününü tebrik ederim. Boy onun insanında bizim bayrağımız hemşe yükseğe. Sen ve senin komandana eşk olsun. Otlar yurdu, cismimizin ruhuna can olsun gerek. Vətən eşki bu dünyada bize vicdan olsun gerek. Kalbimizden her birimiz bir gül eker yurdumuza. Yurdumuzun her karışı bir gülistan olsun gerek. Bugün emeği olanların hamısına çok sağ olun. Valim benim, Tahir benim, Ceyrak Hanım çok sağ olun. Ben şahsen Ceyrak Hanım devletindeyim, size çok sağ olun ki böyle iki doğruların içindeyim. Allah size can sağlığı versin. Allah sizi var etsin her biriniz. Yalçın kardeş, Altay kardeş, her biriniz. Yaşasın Azerbaycan. Bugün 24 dekabr 2025 ildə Azərbaycan Respublikasının Prezidenti Ali Başkomandanımızın ad günü münasibəti ilə Azərbaycan Respublikasının Şəhid Ailələri və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyinin adından, bunun kollektivin adından, xalqımızın adından Cənab Prezident sizi təbrik edirik və eyni vaxtda İctimai Birliyimizin 30 illik yubileydi, İctimai Birliğimizin kollektivini de tebrik edirik. Zəhmət olmasa hər kəs keçsin, yerində olsun. Həmrəylik günü münasibətilə təbrik edirik. Davam edəcəyik, sonra Çayına, bulağına salam olsun. Secdesine diz koyduğum, her taşına üz koyduğum, gözüm kimi göz koyduğum torpağına salam olsun. Ne güzeldi güzellerin, arzu saf, eşki derin, sengerdeki askerlerin gayretine salam olsun. Bir alemsen aşıp taşan, yan olup dağlar aşan, tarihime sefer koşan serkerdeme salam olsun. Göğü köküm soyundanım, kırmızı azat canım, yaşılı dinim imamım, bayrağına salam olsun. Agidemin, eşkimin, kanımın rengi bayrağı. Bütün arzularımın kızıl çelengi bayrağı. Her şeyden bu dünyada şeref uca, şan uca. Ben ki seni tutmuşam, daim başımdan uca.
millət uğrunda canlarından keçən bütün şəhidlərimizi bir dəqiqəli sükutdan yad edək. Dalgalanan hilalınla, bayrağınla ne güzelsin Azerbaycan. Övladına hoş gün veren her anınla, nevrağınla ne güzelsin Azerbaycan. Neçə qəhrəmanın kanı olan, səhərində al şəfəqi, danı olan, her daşında şehidimin kanı olan torpağınla ne güzelsen Azerbaycan. Yeryüzüne nutleyen servetinle, günü günden zirvelenen şöhretinle, temizlenmiş namusunla, gayretinle, papağınla ne güzelsen Azerbaycan. Hayır oğlum. Dik dayanan qəddin ilə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini süpər edən ilgidinlə, yarağınla nə gözəlsən Azərbaycan. Hər daşında şəhidimin qanı olan, torpağınla nə gözəlsən Azərbaycan. Azərbaycanımızı bir alqışlayaq. Azərbaycan xalqının adət dillərini, mədəniyyət və maarifini daşıyan soydaşlarımız, dünyanın hər hansı bir güşəsində olmasından soğumaraq qəlbə Azərbaycanla döyünən şəxslər, utduğu Azərbaycan havasının səfasını, içdiyi Azərbaycan suyunun şəfasını ruhunda gəzdirən vətən övladları, sazımızın, sözümüzün dönməz aşiqləri, otlar yurdunun pərvanələri, Koroğlu qeyrətindən emməyənlər, Nəbi kimi səsini dinləyənlər, Babək kimi əqidədən dönməyənlər, Nəsmi tək güneş olub qürub vaxtı sönməyənlər, tomristlər, nigarlar, ərlər, ərənlər, bugün bizim bu üç gözəl məclisimizə xoş gəlmişsiniz. Dilə bayrama qarışır. Birinci, gəlin gürültü alqışlarla bizim möhtərəm prezidentin bugün ad gündür. Onun ad günü münasibət təbrik edin. Allah hocam sağ olsun diye. Ve ikinci bayram ayın 31'i Həmrəli günüdür.
əsas bayram deyək bu günümüz üçün şəhid əlləri müharibə veteranlarının hüquqlarının müdafiəsi və İctimai Birliyinin sədri Tahir Məmmədov biz buna dəvət edirik. Alqışlarınızla bu Tahir müəllimin xətrini o qədər çox istəyirəm ki, vallahi billahi, bəlkə də çoxu bilmir, bu insan demək olar ki, müharibə bölgəsində düz 500 günlərini orada keçirdi, müharibədə, demirəm hərbidə, müharibədə, bu 44 günlükdə də könüllü gedib komandir olub. Allah, gəlin doğrudan ondan layiqli də alqışlayaq, çünki Tahir müəllim, mənim aləmdə siz çoxdan milli qəhrəmanımızsınız, hamı bizim Azərbaycanımız üçün, xalq üçün siz milli qəhrəman adını çoxdan almışsınız və inşallah hökumət verəcəksə, olsa verilməli, sizdən başqa mənə gəlir ki, o çoxdan verilməlidir, hamı da bunu bilir və verəcəklər inşallah. Allah sizə can sağlığı versin, yaxşı ki, sizin kimi bizim qeyrətli oğlumuz var. Çox sağ olun. Çalmanızdan gördüm ki, mənə çox istəmirsiniz. Sağ olun, var olun, əlləriniz var olsun. Əziz qardaşlar, əziz bacılar, hörmətli qonaqlar, hörmətli qazilər, hörmətli şəhid ataları, hörmətli şəhid bacıları, şəhid qardaşları, hər birinizin bugünkü bu tədbirdə qonaq etməkdən məqsədimiz odur ki, bugün Azərbaycan Respublikasının Prezidenti, Ali Başkomandanı Cənab İlham Əliyevin yubileyidir və istəyərdim bu yubiley münasibəti ilə Azərbaycan torpağının suverenliyini bərpa edən Azərbaycan Respublikasının prezidentini alqışlayaq. Ad günün mübarək cənab prezident. Və eyni ilə bugün rəhbərlik etdiyim İctimai Birliyinin Azərbaycan Respublikasının şəhid ailələri, əlil və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyinin 30 yaşı tamam olur. Bugün münasibətlə bütün kollektivimizi təbrik edirəm. Və 31 dekabr Həmrəylik günü münasibəti ilə Azərbaycan xalqını, dünya Azərbaycanlarını təbrik edirik. Yeni iliniz mübarək, qədəmləriniz düşərli olsun. Hər kəsin bu yeni ildə, yeni qədəmlə, yeni proqramla, yeni nəsil artımı ilə Azərbaycan xalqının, suveren dövlətin Azərbaycan Respublikasında gəzməyinə, yaşamağına, suyunun, havasının qalibi olan qazilərimizin və veteranlarımızın eyni ilə bu torpaq uğrunda şəhidlərimizin qan tökərək, hər bir metri üçün qan tökən şəhidlərimizin məkanları cənnət, şəhidlərimizə salam olsun deyirik. Aziz qonaqlar, gözəl qardaşlar, Azərbaycan Respublikasının şəhid ailələri, əlil və müharibə veteranlarının müdafiəsi İctimai Birliyi 30 ildir fəaliyyətdədir və fəaliyyətdə olduğu gündə Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə, konstitusiya aktının yazılmasında və onun suveren dövlət olması üçün həm dövlətimizin, həm hakimiyyətimizin, həm xalqımızın, həm şəhid ailələrinin yanında, həm əlillərimizin yanında daimi xidmət göstərib. Və mən bu İctimai Birliyin rəhbəri kimi çalışacağım ki, bu gündən sonra 31 yaş və sonraki yaşları da sizlərlə birgə qeyd edək və xalqımıza, dövlətimizə, imtiyazlı şəxslərə, əlillərə, veteranlara, şəhid ailələrinə öz gücümüz çatdığımız qədər xidmət edək. Bayramınız mübarək olsun, hər birinizi təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına eşq olsun. Sağ olun. Çox sağ olun ələrim, çox sağ olun. O gün gəlsin ki, 40 ilini, 50 ilini, 60 ilini keçirdək. Sizlə bir yerdə. Elə sədr kimi də həmişə sizi orada görək. Allah sizi qorusun və sözü veririk.
bəstəkar, xanəndə, Bəxtiyar Bilal qardaşımıza. Salamlayıram hər birinizi. Bayramınız mübarək olsun. Hər birinizi xoş gördük. Şirin
Bayramınız bir daha mübarek olsun. Teşekkür edirik her birinize. Bəxtiyar müəllim, çox sağ olun. Allah sizi var eləsin, Allah sizi qorusun. Əziz gözəl xalqım, indi bura bir gözəl xanımımızı dəvət etmək istəyirəm. Azərbaycanın xalq artisti, muğam ustası, bizim gözəlimiz Könül Xasıyeva. Deyək alqışlarınızla. Könül xanımın gözəl xanım muğam bilməyindən başqa, həm də şəkili olduğuna görə həmişə gözəl lətifələr də danışır. Eşitmişsiniz də, yəni, Könül xanım lətifələrini eşitmişsiniz də. Mən çox istərdim ki, şəkili balasında Allah sizi qorusun, Allah sizi var etsin. Mən də uca Allahdan bütün qəhrəman şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Allah Teala Ali Başkomandanımız, möhtərəm Cənab Prezidentimizin rəhbərliyi altında bizim cəsur, qalib ordumuzu qorusun. Allah əskər zabitlərimizi qorusun və bugün cəbhədə, səngərdə olan əskər balalarımız hamısı sağ-salamat gəlsinlər. Hörmətli Tahir müəllim, təşəkkür edirəm ki, məni belə gözəl gündə, əziz gündə, Prezidentimizin doğum günündə, Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il öncəsi və birliyinizin 30 illik münasibəti ilə keçirdiyiniz bu möhtəşəm tədbirə dəvət eləmişsiniz. Fürsətdən istifadə edib bugün Ali Başkomandanımızın doğum günüdür. Möhtərəm Prezidentimizi ürəkdən təbrik edirəm. Can sağlığı arzulayıram və Azərbaycanın mənafeyi uğrunda gördüyü bütün işlərdə uğurlar arzulayıram. Var olun Tahir müəllim, çox sağ olun. Mən hər zaman belə tədbirlərdə iştirak eləməyə. Gəlin Könül xanımı alqışlayaq. Var olun, sağ olun. Bir həm sənətkar olaraq, həm də bir insan olaraq özümə borc bilirəm. Bu bizim hər birimizin borcumuzdur. Sağ olun, icazənizlə sözləri özümə aid olan bir Azərbaycan mahnısını ifa edeyim, sonra daha bir gözəl musiqi ifa edəyərəm. Buyursunlar.
Bəli. İnşallah Gönül xanım oxuyar, hamı rəqs edər. Bəli, hər birinizi gözəl gündə rəqsə dəvət edirəm. Buyurun.
Ne ben yorulanam, ne siz yorulansınız. Allah heç zaman yormasın. Bir daha ürəkdən təbrik eləyirəm. Üzürlü hesab eləyin başqa tədbirə getməyim üçün. Sonsuz təşəkkürlər eləyirəm və belə bizim qalib şəhidlərimizlə bağlı, qalib qazilərimizlə bağlı, şəhid ailələri ilə bağlı bütün tədbirlərdə mən məmnuniyyətlə vətəndaş olaraq gəlib iştirak etməyə hər zaman hazıram, xahiş edirəm. Var olasınız, hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Var olun. Tahir müəllim, Valih müəllim, xüsusilə sonsuz təşəkkürlərimi bildirirəm. Var olun, var olun. Xanım, getmirik burada. Bizim Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev buradadır və o bir döş nişanı ilə sizi təltif etmək istəyir. Müşfiq müəllim, zəhmət olmasa gəlin. Var olun. Sağ ol, var olun, sağ olun. Allah sizə can sağlığı versin. Dəyməsi, Tahir müəllim, bu günləri Qürbət müəllim, siz də şəhid atasısınız, şöbə sədrisiniz. Bu günləri əlbəttə ki, çox düzgün qeyd elədiniz. Bu gözəl məkanda Xudafərin xalqımızın bir sizin adınızı çəkirdim. Gəl bura, Siyavuş müəllim. Bizim daimi tədbirlərimiz burada keçirilir. Daimi burada bizim şənlikimiz, bizim pis günümüzdə də burada olmuşuz. Tahir müəllim, bu günləri qeyd elədiniz ki, bilirsiniz ki, xalqımızın Ali Baş Komandanı, şəhidlərimizin qanı bahasına qalib gəlmiş zəhvər qələbəsi olan Azərbaycan xalqı bu günləri doğrudan da zəfər qələbəsi ilə Qarabağımız bizdədir. İnşallah Könül xalqı sizinlə birlikdə Zəngəzurda qeyd edəcəyik bu tədbiri. Bu günləri Tahir müəllimin həm deyərdik ki, doğum günü yox, cəmiyyətin doğum günü. 30 illik. Bu günləri bizim xalqımızı dəmir yumruq kimi zəfər qələbəyə səsləyən Ulu öndərimizin davamçısı Ali Baş Komandanımız İlham Heydəroğlu Əliyevin ad günüdür. Gəlin bir gürültülü alqışlarla Ali Baş Komandanımızı salamlayalım.
Ya Rabbim, əlbəttə ki, bu günləri şəhid ataları, şəhid anaları, bacı qardaşları, övladları, xanımları, qazi veteranları mənim doğmalarımdır. Tanımadım. Mən də hamı tanıdı, tanımadı. 33 ildir, 37 ildir hərəkat rəhbəri, azadlıq hərəkatı. 33 ildir şəhid ailələrinə qayğı cəmiyyətinin sədriyəm. Tahir müəllim də qardaşımızdır. Bu günləri çox düzgün vurğulayıb, bu doğmaları ilə Tahir müəllim istəsəydi, burada Tahir müəllim bu şadlıq məkanları, burada bütün yer dolardı, 5 min, 10 min deyil. Yəni ki, burada mən Tahir müəllim sizə salamımızı Şəhid Ailələri Qayğı Cəmiyyəti, həm də Veteranlar Birliyi, Füzuli müəllim adından sizə təbrişimi yetirirəm. Həm də həmin cəmiyyətin mən humanitər sədriyəm. Allah sizləri qorusun. Bu günləri istərdim ki, Könül xanım, siz 89-cu ildə bir tədbirdə oldunuz. 91-ci ildə cavan, indi də cavansınız, maşallah. Abşeron, qəsri səsi demirəm, Abşeron sarayında, orada tədbirlərdə və dəyişilməmişsiniz. Sizin ruh həmin ruhdur. Siz bugünkü şəhid ailələri, qazi veteranlarla bir yerdəsiniz. Demək, siz doğmasınız, əzizsiniz bizlərə. Ona görə də belə qərara gəldik ki, Şirzat müəllim də bizim Qayğı Cəmiyyətinin mədəniyyət şöbə sədridir. Bəli, Şirzat müəllim, bəli. Burada sizi Şəhid Ailələri Qayğı Cəmiyyətinin loqası olan, gerbi olan Şəhid Ailələri döş nişanı ilə sizi tərtib edəcək. Onunla bərabər Tay qardaş sizi də 30 illik münasibəti ilə tərtib edəcək. Allah sizləri qorusun, Allah sizlərə dəyməsin, Siyavuş müəllimi də qorusun, daim yanımızdadır, fəxri üzvlərimizdəndir. Allah sizləri qorusun. Gün o gün olsun, Zəngəzurda, Bidibasarda görüşəcəyik. Alqışlayan bütün xalqımızı bu bayram, Amin. yeni bayram bir münasibəti ilə. Və Müşük müəllim nişanı təqdim edir. Gəlin, alqışlayaq. Bizim Könül xanımı alqışlayaq ki, Allah Könül xanım, siz bunu öz əziyyətinizlə qazanmışsınız. Hamı Özü də taxa bilərsin. şəkili deyil, söz altında. Qorxaq oğlan olsun. Gəlin alqışlayaq, bir də alqışlayaq, hamımız Könül xanımı alqışlayaq. Hələ ki, bu son deyil. Çəkin tez, biraz vaxtımız hələ saldaq. Bir hələ Tahir, elə Könül xanım biraz bizdə yorğundur. Valla, mənə gəlir Könül xanım gətirsəm, otursa heç kim inciməz də, valla. Tahir müəllimi də qoyaq dişlərində, nə olar? Bir dəqiqə. Tahir müəllim. Müşük müəllim. Tahir müəllimi də bir alqışlayaq. Alqışlayaq. Ali Baş Komandanımızın doğum günüdür və başqa tədbirlərə də dəvət almışam. O yüzden Könül xanım, 2 dəqiqə vaxtımızı alsın. 2 dəqiqəsi vaxtımızı, 2 dəqiqə. Çünki hələ gəlin Müşük müəllim. Tahir müəllimə təqdim ediniz. Və Siyavuş müəllimi. Deməli burada bizim Siyavuş müəllim həmişə şəhid ailələrinin yanında olan, qazilərin yanında olan, veteranların yanında olan Siyavuş müəllim buranın rəhbərliyi. Allah ona can sağ olsun. Gel onu da almışlayaq Siyavuş bəy. Təbrik edirik sizlə. Siz gözəl insansınız, gözəl qəlbiniz var. Həmişə şəhid ailələrinin yanında olduğunuza görə siz böyük bir insansınız bizim üçün. Gəlin almışlayaq Tahir müəllimi, Siyavuş müəllim, Könül xanımı almışlayaq. Və Könül xanımın vaxtı azdır, üzr istəyirəm hamımızdan, amma 2 dəqiqə burada Qadınlar Şurasının sədri Zəkiyə xanımı və müavini Şölə xanım var. Onların sizə hədiyyəsi var. Bugün, məhz bugün, bu bayram günü. Buyurun Zəkiyə xanım. Salam hamınızı, hoş gördüm tədbir işçiləri. Mən BYH İnsanlar sədr müavini Zəkiyə xanım olaraq Könül xanıma birinci öz minnətdarlığımı bildirirəm. İkinci də İctimai Nəzarət Şöbəsinin sədri Şəfərət müəllimə təşəkkürünü çatdırıram. Onunla əlavə Könül xanım həmən xanımdır, Azərbaycanın ən qeyrətli xanımlarından biridir. Mən nümunələrindən öpürəm. Çünki o hər zaman şəhid ailələri, qazilərin yanında olur. Və mən onun tədbirlərində çox səmimi iştirak edirəm. Nə qədər vacib tədbirlərdə olsa, mən yenə Könül xanım olan məclisdə oluram. Çünki bu onun qazandığı illərlə nailiyyətidir. Mən bugün istəyərəm
Könül xanıma biz öz təşkilatımız adından Qadınlar Şurasının sədri olaraq şöbə müdürün Şöylə xanımın nişanımızı taxmağını istəyərəm. Çünki biz yeganə xanımdır ki, İncəsənət sənət sahəsində İctimai Nəzarət Şöbəsinin Qadınlar Şurasının orderi taxılıbdır. Mən təbrik edirəm sizi. Həmişə var olası gözəl anamız, gözəl bacımız. Hər formada sizi mən təbrik edirəm. Çox sağ olun. Çox sağ olun Zəkiyə xanım. Çox sağ olun. Allah razı qalsın. Mən Könül xanımı fürsətdən istifadə edib, Mürvət mənim sözüm varsa deyib, bizim şəhid atamız, Ağsaqqala Şurasının sədri, Xatay rayonu, həm də Qayıqlı Cəmiyyətin sədridir. Rüfət Əsgərovun atasıdır. Sizə təbrik edirik. Şizat mənim, yaxınlarda sizi Mədəniyyət Nazirliyinizlə müraciətimizdən sonra sizi yəqin ki, təltif edəcəklər. Cənab Nazir bizi eşitdi. Alqışlayalım. Sağ olun. Mən burada geniş danışa bilərəm. Könül xanım tələsir. Könül xanım üzr istəyirəm. Sizə girəm. Mən şəhid mayor Fətəskərovun atasıyam. Allah şəhidlərimizdən qonşad eləsin. Ali Baş Komandanımızın iradəsi, xalqımızın birliyi, ordumuzun rəşadəti, hər birimizin əməyi nəticəsində biz qalib gəldik. 44 günlük müharibədə qalib gəldik. Bir güncə antiterrorda o Gülüstan müqaviləsi 1828-ci oldu. 200 ildən artıq Azərbaycanda yaşayan erməniləri ərazimizdən çıxartdıq. Həqiqətən də bir şəhid atası kimi görülüyor. Allah Ali Baş Komandanımızın canı sağ eləsin. Onun siyasəti nəticəsində, onun iradəsi nəticəsində, onun o uzaq görənliyi nəticəsində o şəhidlərimizin, əskərlərimizin, zabitlərimizin əməyi nəticəsində müharibədə biz qalib gəldik. Azərbaycana yazılan tarix bugünkü gündə biz hələ onu dərk eləmirik bir qədər. Qızıl hərflərlə yazılır. Bu gələcəkdə bunları biz dərk edəcəyik ki, nə qədər biz yüksək nailiyyətlərə nail olmuşuq. Allah xalqımızı var eləsin, Ali Baş Komandanımızı var eləsin. Eyni zamanda da Tahir müəllim bugünkü gündə onun təşkilatının 30 illik münasibəti ilə həmin təşkilat rəhbərini, onları təbrik edir. Allah hamınızı var eləsin. Bütün əməyimizin dəyəri həmişə qalibiyyətlə qeyd olunsun. Sağ olun. Bir dəqiqə şəhid Rəmadanın atası. Könül xanımı yola salarım. Ayağı dura bilir. Yo, danışın. Namınızı salamlayıram. Bayramınız mübarək olsun. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti. Sağ olun. Var olun da Qarabaş qəstəsi istəyirlər. İcazənizlə bir gözəl Qarabaş qəstəsində şəhidlərimizi yad eləyək, qazilərimizə can sağlıqlar diləyək. Buyursunlar, bizim dəyərli arzamız. Xoşbəxtlik. Sağ olun.
siz korusun. Allah sizi var eləsin. Sizi yorduk, üzüldü sayın. Estağfurullah. Sizin bir an bugünleri çok yerde çıkışlarınız var. Hamısı gözlüyor. Allah size değmesin. Borcumuzdur, borcumuz. Bir almışlarınız yola salın. Ben çok sağ olun. Her şeyden sağ olun. Ben Pali müəllim çok isterdim ki ben sözü Siyavuş müəllimə vereyim. Pali müəllim. Siyavuş müəllim həmişə dediğim kimi bu şəhid ailənin yanındadır. Əziz qohumlar, əziz dostlar, əziz vətənpərvər insanlar, siz Azərbaycanın vətənpərvər oğullarısınız. Siz bu bizi azad edən, bizim yaşamağımıza şərait yaradan, canımızdan, qanımızdan keçən, var dövlətimizi itirən, mənim vətənpərvər qohumlarım, qardaşlarım, vətənpərvər insanlardır. Bugünkü gündə mən Ali Baş Komandanı yubileyi münasibətilə təbrik edirəm. İlham Əliyev Azərbaycan torpaqlarını tarixdə öz qaydasından yerinə qoydu və xəritəsini çəkdi. Və sizin dəstəyinizlə, sizin gücünüzlə ona görə də sizin yanınızda mən baş edirəm. Həmişəm qazi və şəhid ailələrinin yanında mən baş edirəm. Ben sizin hürmetinizi koruyorum. Həmişə sizin yanınızdayım. Ne deseniz ona hazırım. Allah size can sağlığı versin, uzun ömür versin, vətənpərvər olasınız. Həmişə dövləti, vətəni seversiniz. Prezidentin yanında olasınız. Təbrik ederim. Çok sağ olsun Yavuz baba. Allah size can sağlığı versin. Allah size can sağlığı versin. Yaxşı ki sizler varsınız. Yaxşı xanımız oturup özler güzel formadadır. Cavahir Qaraqızı. Gəlin alqışlayalım. Məhsiyyəti Şairlər Məclisinin sədri Cavahir Qaraqızı. Söz sizindir. Maşallah. Baxın baba, əsl Azərbaycanlı xanıma baba belə olmalıdır. Teşekkür edirəm, var olun. Mən əvvəla bugünkü gün münasibətilə hər kəsi təbrik edirəm. Tahir müəllim, bugünkü gününüz mübarək olsun. Belə gözəl komanda ilə bu gözəl məclisi açmışsınız. Var olun deyirəm. Rəbbim Azərbaycan Milli Ordusunu, Azərbaycan Ali Baş Komandanını qorusun. Sən açılan səhərim, qalibiyyət xəbərim, öz balam, öz rəhbərim, ordum, igid rəhbərim. Səni müzəffər əskər, qismətin olsun zəfər. İgid oğul, igid ər, ordum, igid rəhbərim. Gücün eldən obadan, andın böyük yaradan, qurtar xalqı bəladan, ordum, igid rəhbərim. Bu cəvahir can deyir, sizə mən qurban deyir. Yaşa, yaşa qəhrəman deyir. Ordum, igid rəhbərim. Burada şəhid anaları, şəhid ataları, şəhidlərin xanımları, evlatları qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Rəbbim qazilərimizə can sağlığı versin. Rəbbim müharibə veteranlarına can sağlığı versin ki, o şəhidlərin suvadığı qanun hesabına, qazilərimizin o yaralandığı, o niskilli günləri hesabına, veteranlarımızın ərigidcəsinə döyüşməsi hesabına işğal olunmuş torpaqlarımız azad olundu. Sən xanlar xanı bayandurun, iç Oğuzun, dış Oğuzun, Emir Teymur Bilge Xaqan, xanedanlar evladısan, Qızıl Alma diyarından qəhrəmansan. Salam olsun uca beylər, sizdən güc almaq istədik. Salam olsun qoşa beylər, siz tək ucalmaq istədik. Altayların düz başında, elin vətən savaşında, altın qızıl arayanlar, ağac qarnını sarayanlar. Acı bizə qədər oldu, atımıza yəhər oldu. Çap atını, çap Türk oğlu. Bu qədəri başından at, özünü yenidən yarat.
özünü yenidən yarat. Ruhumdakı o qüdrəti, igidliyi, rəşadəti dünyamızı yıxanlara göstər bir də. Ədalət var bəşər dərddə, ədalətlə bu dünyanı bərpa et də. Ey xalq, boy boylansın dədəm Qorqud, qurtarıb bu dərd ələmdən, bədqələmdən. Yurdumda qalmadı yağı, aldıq biz Qarabağı. Yağdı yağış axan çaylar, ötən illər, ötən aylar, dili söz tam haraylar. Nerede Turan, Turan dedi, keçdi mi o devran dedi. Boy boylansın dədəm Qorqud, qurtardıq biz dərd ələmdən, bədqələmdən. Cevahir, bu ağrı, bu sitem nədir? Dünya 5 gün deyən bir bəhanədir. Bizə Turan gərək, Turan xanədir. Yolumuz Turana, Qurana doğru. Yolumuz imana, inama doğru. Bəli, boyumuz boylansın, soyumuz soylansın. Ocaqlarımız yanar olsun. Qazanlarımız qaynar olsun, sularımız axar olsun, atlarımız çapar olsun, ərigidilərimiz var olsun, Tanrı Türkiye yar olsun, Azərbaycanımızı qorusun, düşmənin gözlərinə oxlar batsın, var olsun Azərbaycan prezidenti, var olsun bax belə milli geyimdə Azərbaycan ordusu, qazilərimiz, veteranlarımız var olsun və şəhidlərimizin ruhu şad olsun. Təşəkkür edirəm, diqqətinizə görə minnətdaram. Var olun. Çok sağ olun. Gel bir daha alkışlayacağım Cahil Qaraqızı. Allah saxlasın, Allah sizi qorusun. Allah sizi də Azərbaycandan əski edəməz. Sizin kimi gözəl şəxsiyyəti. Çox sağ olun. Elə siz çalışın, yanımda çox olun ki, belə gözəl paltarla. Mən burada xanəndə, şairə Ziba Sevindik. Alqışlarını onu dəvətləyək. Çünki əziyyət çəkir. Hamı gəldə bugün Allah sizi qorusun. Xoş gəlmişsiniz. Çok sağ olun, teşekkür ederim. Bu günləri bizim hörmətli cənab prezidentimiz İlham Əliyevin doğum günüdür. Bu münasibətlə mən İlham Əliyevi təbrik edirəm. Can sağlığı, uzun ömrü arzulayıram. Azərbaycana ait yazdığım şeiri səsləndirirəm. Ölkələr içində vardır hörmətin, mehriban yaşayır burada millətin. Hamıya bəllidir sənin qüdrətin, qüdrətli ordun var Azərbaycanım. İlham tək dayağın, xilaskarın var. O ulu öndərdən qalıb yadigar. Onun əzmi ilə ey doğma diyar, zəfər qazanmışsan Azərbaycanım. Azərbaycan çox istidir qucağın, hər bir yandan gəlir səsin, sorağın. Gəzsən bu dünyanın hansı bucağın, səndən yoxdur, bil ki Azərbaycanım. Yaşadıkça yaşa, yaşa Azərbaycanım. Çok sağ olun. Allah razı olsun senin. Azərbaycanın Qarabağın qapısıdır yevlağım, öz şeirimdir, öz bəstəmdir. Sizlər üçün onu ifa edirəm. Sağ ol. Allah cənab prezidentimizin canı sağ olasın.
Yevlağım herkese güzeldir öz olma kendin oyun ile dile ile yükselir zifadır bu yerin şekeri geldi Karabağın kapısıdır Yevlağım herkese güzeldir öz olma kendin oyun ile dile ile yükselir zifadır bu yerin şekeri geldi Karabağın kapısıdır Yevlağım zifadır bu yerin şekeri geldi Karabağın kapısıdır Yevlağım. Gelin oturun ya, yok ben değil ya. Bir de bak Allah koysun. Bacarmayanda çalışır həmişə rəqs eləsin. Amma əsl bizim rəqqasələr Azərbaycanda da var. Əsl rəqqasələr. Biri də olur növbəti bir gözəl xanım, mənim tələbə yoldaşım. İnsu birində qutarmışıq. Ümumdünya və Beynəlxalq Festivallar laureatı İlona Tağıyeva. Alqışlarımızla İlona'nın gözəl alqışlar, ay kişilər.
Mənim əzizlərim, gözəl xalqım, baxın, fikir verin. İlona xanım, deməli 90-cı ildə olanda artıq bir 15 ildir ki bu sənətlə məşğul olurdu. İndi üstə bir 25 də gəlir, 30 gəlir. 50 ildir bu insan bu sənətlə doğulanda bu sənətlə məşğul olur. Əsl sənət budur. Gördünüz, böyük bir filmə baxdıq elə bil. Allah sizi qorusun İlona xanım. Sözünüz var mı? Teşekkür ederim hamımıza. Mənə əcənələrimiz var olsunlar. Çox minnətdarlıq edirəm. Şöhrətlərin adlarımız var olsunlar. Sizə çox teşekkür ederim. Bugün mən sizinləyəm. Bax inan Azərbaycanın adını Azərbaycanda yox, dünyada festivalların laureat alan bu xanımdır. İlona Tayeva! Çok sağ olun, çok sağ olun, teşekkürler. Və Şizam müəllim, onu da deyim ki, İlona Tağıyeva Məqsədi Şairlər Məclisinin İncə Sənət bölmə rəhbəridir. Onu bir dəfə almışlayaq. Var olun, Tahir müəllim, eşq olsun. Çok sağ olun, çok sağ olun. Var olun İlona xanım, sağ olun xanım. Allah sizi korusun. Allah sizi var eləsin, yaxşı ki siz varsınız. Yaxşı ki varsınız. Və söz bizim həmişə şəhid ailənin yanında olan təmənnasız Azərbaycanın fərqi yox, hansı bölgələri olsun, bu xanım orada iştirak edir. Qazilərin yanında iştirak edir. Rühəngiz Allahverdiyeva, alqışlarınızla. Allah'ın salamı olsun, hamınızı salamlayıram, hörmətli xanımlar beyler və Azərbaycanımız sayılıb seçilən dəyərli qəhrəman oğulları qızları. Bugün hamımızın bildiği kimi bizim dövlətimizin prezidenti İlham Əliyev cənablarının adı günü, doğum günüdür. Dünyaya qədəmləri bir daha mübarək olsun. Ne yaxşı ki Allah Taala onu bizim vətənimizə, bizim elimizə, obamıza bəxş edir. Mən ona can sağlığı necə deyim, bundan belə yaşanacaq ömrü, bundan belə yaşanacaq ömrü, bundan da gözəl mənalı olsun. Təbrik edirəm. Artık sen olmam diyor. Sen yalancı bir sonbahar, ben sevdalı koca çınar. Kaç nefsim benden aldın, kaç sevda geri verdin, ruhum sana kalmam diyor. Söyle kaç bahar
Hadi. Arıyorsun. Şu otu verecek. Şu otu verecek. Burada Abşeron rayonunun İctimai Birliğinin sədr müavini Röyali Hacıyeva gəlib və onun da bugün gözəl 30 illiyində sizə hədiyəsi var. Bu da sizin üçündür. Buyurun. İlk önce bütün qonaqları salamlayıram. İctimai Birliyin 30 illiyi münasibətilə hamınızı təbrik edirəm. Çox gözəl təsadüf ki, Prezidentimizin ad günü bugünə təsadüf olunub. Ali Baş Komandanı səmimi qəlbdən təbrik edirəm. İşlərində uğurlar arzu edirəm. Arzu edirəm ki, hər zaman bizim Prezidentimiz olaraq qalsın. Yaxşı ki var. Sizlər də yaxşı ki varsınız. Tahir bəy, sizi təbrik edirəm. Azərbaycan Respublikası şəhid ailələri, müharibə veteranları adından İctimai Birliyin, Abşeron rayon üzrə İctimai Birliyin sədr müavini Hacıyeva Röyali Kamal qızı və rəssam Aytan Əliyeva bu işi üçün hazırlayıb. Bəli, özü buradadır. Bu əl işidir, sizin üçün yəni hazırlanıb. Təbrik edirik. Əsl qəhrəmanlığın şəkli. Bir dənə pulun yox. Bunu zəhmət olmasa belə. Ayşə, o sənə vereyim. Ayşə, belə. Bir də çək ortadan götür. Çox sağ olun. Ayşə hanım, çox sağ olun. Qonaqlar çoxdur. Çox uzun eləmək. Ataxan Sədoğlu, Ağşamızda
Var olun əzizlərim. Mən uzun da danışmayacağım əziz qardaşım. Öpürəm səni. Var ol. Mən də bütün təbriklərə qoşuluram. Gözəl prezidentimizi, qəhrəman prezidentimizi və onunla beraber bütün indiki USAD olan, ad günü olanların hamısını təbrik edirəm. Biz Azərbaycanlıyıq qardaş. Əgər biz Türk oğluyuz, əgər biz özümüzü seviriksə bir ürəkdən almışdıyaq. Almışları görmürəm və hələ öz kefindədir. Var olun, var olun. Rəhmətli Kemal